Uşaqlarda sidik kisəsi və böyrəkdə infeksiya yaradan səbəblər nədir? Ümumiyyətlə uşaqlarda ən çox yaradan səbəb vezikouretral refluksdur. Bu istər qız, istər oğlan uşaqlarında olur. Vezikouretral refluks səbəbi nədir? Bu hansı ki, böyrəkdən sidik kisəsindən geriyə böyrəyə sidiyin qayıtmasıdır. Bildiyimiz kimi böyrəkdən sidik süzür, sidik axarına, sidik kisəsindən oradanca çölə çıxır. Və sidik axarına, sidik kisəsini açılan yerdə klapan var. Bu klapan funksiyası pozulduqda sidik kisəsi yığılanda sidiyi geri qaytarır və eyni sistem sidik sistemi qaldığına görə başlayır infeksiyalaşmağa. Təkrarlayan sidik yolu infeksiyası, temperatur verir, sidikdə leykositoz və ən əsası böyrəyə təsir edərək hansı ki nefropatiya yaradır. Yəni refluks nefropatiyası. Bu da böyrəyin funksiyasını pozur və onun funksiyasını aşağı salır. Təkrarlayan sidik yolu infeksiyası hətta böyrəyin məhvinə gətirib çıxarda bilər. Valideynlər diqqətli olsunlar. Səbəbsiz temperatur qızdırma, ürək bulanma, bəzən sidiyində mikrobların çıxması artıq vezikouretral refluksdan səbəb verir. Bu zaman sidiyində olan mikrob təmizlənir. Sonra voiding dediyimiz sistoqrafi çəkilir. Geriyə qayıtması varsa artıq birinci, ikinci dərəcədə gel inyeksiyası ilə bunun qarşısı alınır. Üçüncü, dördüncü və daha ağır 5-ci dərəcədə isə artıq cərrahi müdaxilə ilə aradan qaldırılır. Cərrahi müdaxilə bugünkü gün mikro cərrahiyyə və yaxud laparoskopik şəkildə icra olunur ki, bunun da heç bir fəsadı və heç bir belə deyək əlavə təsiri yoxdur. Tez bir zamanda pasiyent bu xəstəlikdən canı qurtarır və sağlam şəkildə həyatına davam edir. Təşəkkür edirik.